valideynlər, imtahanlara az qalmış bir müddətdə abituriyentlərin pedaqoji hazırlığı ilə bərabər psixoloji hazırlıqlarında olması çox vacibdir. Çünki yüksək stres bilikdən istifadəni bloklaya bilər. Həyəcan isə düşünməni, oxuyub anlamanı zəiflədir. Odur ki, bu müddətdə övladlarınızı psixoloji olaraq da imtahana hazırlasanız, çox yaxşı nəticələr əldə etmiş olarsınız. Bu mənada qış tətili günlərində uşaqların hazırlığa getməsini yox, əksinə evdə istirahətini təmin etməyiniz çox mütləqdir. Çünki yorğunluq səhvləri daha da artırır. Daxili gərginlik isə nəticəni aşağı salır. İstirahət günlərində hazırlıq yox, evdə övladınızın istirahətini gözəl formada təmin etsəniz, itirilmiş enerjini yaxşı formada bərpa eləyə bilər. Bərpa olunmayan beyin isə doğrulara yox, yanlışlara daha çox açıqdır. Ev gərginlik məkanı olmamalıdır. Əksinə, abituriyent özünü evində daha rahat hiss etməlidir. Gəlin tətil günlərində abituriyentlərin istirahətinə daha çox töhfə verə bilək. Bu istiqamətdə məsləhətə ehtiyac duysanız, biz yenə də buradayıq.